Bəli, bəli, bəli. Mən və mənim gec-gec məşğuliyyətlərim gördüyünüz kimi dünya tarixinin ən pis kofesini hazırlayacağıq. Bunu hazırlamaq 1 litrlik butulkanı hazırlamaq fikrim yox idi. 1 litrlik tapmadım, 2 litrlik var, canınız sağ olsun. Əlimizdə nə var? Bir dənə bundan var. Hamısını şey eləməyəcəm, yəni təzyiqimi salam düşər. Şokoladlı var, cappuccino var, Cafetonun, Enjoy'un bir dənə cappuccinosu var. Yenə bir dənə cappuccino var. Mən biraz cappuccino'yu çox sevmiş ola bilərəm. Üçü birində var. Bunları əvvəlcə tökəcəm. Görüm əgər nə qədər şey olsa, bundan da əlavə edəcəyik dostlar. Ən böyük problem bilirsiniz nədir? Bu dar uzunlar okey. Bunu bura niyə də tökəcəm? Thank you very much for... Bunu bilməyin sadəcə bir yolu var. Deneyəcəyik və görəcəyik dostlar. Bir dənə böyük problemimiz var. Kart öz-özündən dayanır. Dostlar, məncə biz daha əlverişli yol tapmasaq, bu gecə səhərə qədər baş verə bilər. Bu videonu çəkirəm saat 2:00. Və heyfin gələn bir şey bu şokoladdır. Yəqin ki, bunun dibində ilişib qalacaq. Bir yandan bu tərəfdə çaynik qaynayır. Nə üçün qaynayır? Kameraya baxarsam belə olar. Nə üçün qaynayır dostlar? Şey üçün qaynayır. Bunun içində ilə dolu olacaq. Yəni onun üçün qaynayır. Məni öldürəcəklər. Belə gec-gec videoların davamını gəlməyi istəyirsən eləmək lazımdır. Bir kofe tökmüşəm, kartüzü 2 dəqiqə olub, tökəl mənim ağzıma sıçacaq. Deyin niyə? Çünki videonu o izləyəcək. Mən çox dağılmamış buranın yüngülvari, sarı deyil, qırmızının arasında. Onları sarı qısmaldan yoxdur. Yerə tökülür. Bunun arkasında belə şokoladlı da var. Gəlin şokoladın öncədən tökərək. Harada seyfi işlər var, gəlib bizə sınıfında baxır. Bir də dostlar, bunu içib zəhərlənmək qarantımızda var, yəqin ki bilirsiniz. Heç nə olmaz, YouTube ölüm tələb edir. Videonun başında yazmışam yəqin ki, YouTube bax, uyuşturucu vasitə falan deyilir. Çünki ona görə həqiqətən məsuliyyətə cavab olmaq bilir. Bunun açma yeri belə yoxdur. Sakitcə, səssizcə. Bunu da kimsə görmədən yerə tökülür. Və kameranı yerə çıxarır. Abi, bunu tökmək bəlkə də həyatın ən çətin işi ola bilər. Bu paketləri məcbur qarışqa kimi ilmək. Abi, kofenin yarısı bura, yarısı zibilli yerə. Koftanın bozardığını indidən görə bilərsiniz.
divara zada. Və axırıncı paketimiz, yəni paket korkularım xeyli var da, hamısını belə tərcih eləmək istəmirəm. Abi bu ən açılmayanda. Diş. Çaynik ilə qaynayan kilə bir traktor keçirir evdən. Qardaş, paketlərdən sonra paketlərdən sonraki masanın son belə romantik halı. Bəli, dibində tam bu qədər var. Yəni bir xeyli də bundan əlavə eləyərik deyə düşünürəm. Bura bildiyi oldu. Adam açılmıyor və biləsən partlamaz. Bu da üstüme dağıldı. Kayıt açılmamış amına koyayım, bunu partlattık. Suda qaynamış. Notun üzerine tökmüşəm, göstərəcəm sizlərə. Çaynik de qaynayır bir yandan. Abi bura çok pis günə düşdü. Məni öldürəcəklər. Bəsdir məncə bu qədər. Lazım olsa əlavə eləyərik. Və bizim dəyərli masanın sonlarında. Abi əlim falan filan, notbukun üstü. Belə yüngülvari zibillik yaratdıq. Suyumuz da qaynayıb, qaydırılır. Hocam bir yaxşı oğul olduğuma görə, buraları təmizlədim. Amma bizim bir dənə kiçik problemimiz var. Onunla ekspozisiya kilitlər nədir yazır. Mən ona qaynar suyu töksəm, o şəftəli kimi büzüşə bilər. Ona görə də nə edirik? Gözləyirik ki, o soğusun, qaynatdığımız su. Qaynamamış niyə tökməni niyə bilirsən? Bana qaynatdığımdan düşənmərəm. Biraz soğusun, tökəcəyik, qarışdırıb, içib zəhərlənəcəyik, heç narahat olmayın. Şurada məcbur şəkildə biraz kontrol etməliyik, çünki başqa çarə yoxdur. Bu videonun tikə çəkilən bu necə olacaq? Bəli. Biraz eşəlmək kanal analitikasında gördüyünüz kimi bu həftə 636.000 izlənmişik. Son 48 saatda 144.000 izlənmişik. Baya hamısı sizin sayənizdə. Eşələnək görək nə ara bilirik. Abi su qaynasın, töküm oldu. Soymağın gözlərini 1 saat qaldı. Bunu töküm. Çünki buna töksəm əriyə bilərdi. Həmin dəqiqə bax, bu keçkidə yumuşalır. Həmin 1 saatda nələr oldu? Pes oynadığım qardaşımıza bir 100 mindən 1 milyonlar düşdüm. Bəzən kasıb 100 minə çıxmalıyım. Çünki 13 dərəcə yoxdur. Nəsə pes oynayanlar anladı və ortaya. Yapıyorum. İstedim. Yani çekeceğim ben o filmi. Yaptım lan oğlum. Yaptım ben seni. Bunu keşke ağzım bağlayıp
sarxalamaq lazımdır. Bura bu keli montajda şeydir. Mahnının adı yanından çıxdı. O qızla video çəkdi. Daha doğrusu qızın videosuyla. Çili bum bum bum. Aa çili. Çili şarkının çili. Aman çili çili. Of çili. Çili. Çili bum bum bum. Çili bum bum. Bu düşə tripod olmadığına görə sındıra bilərik bunu. Abi yaptım ya. Bir dənə detay çəkimi. Şimdi bırakın detay çəkimi çəkirəm ki, 17 Pro Max-dan işlədirik. İnşallah ixtisas seçimi olsun. Bir şeyler var planımızda. Çox kiçik bir dənə problemimiz var. Bu rəngi kütləşir. Çalxalamaq üçün buna bir də əlavə edəcəm. Dadım testi də bir 3 saatdan sonra olacaq. Çünki qapağı belə yandır rəngi dostlar. Və videonu bir daha bölürük. Və bəli, üstündən 1 saat da keçdi. Gəldik denəməyə. Hocam, başıma çəkməyəcəm, hələ də hissidir. Amma belə bir qapaq fotoğrafı ooo, aldım baba. Fikrim burada zəhərlənmişmiş kimi göstərməkdir, amma bayağı iyiymiş buradan. Abi işte bu ya. Bunu içsen yatmaz. Əla bir şeydir. Bu videonun daha sonuna gəldik dostlar. Əgər belə cici şeylər hazırlayıb içməyimi, yeməyimi istəyirsə yorumlara yaza bilərsiniz. Tolkamı çox görmürsünüz. Bilə bilin, Tolkamı sizə bir günləri. Sağ olun, salamat.